Bəli. Həbib xan Gürgünpur mənə tərif edib bu asıq uğrundan, Muxtarxan uğrundan ki, Məzun Darabxanı Şahına Muxyanı Monşusuymuş. Ki, bunu ağlab qaşqaylar inibarət elə bilirlər. Bəd, aşıq olur bir Şirazlı qızını, Dukuhak'da qalır, 7 yıl orada qalır, muvaffaq da olmaz. Faiz olup gidilmiş yardımcıları gelirler Karafili'ye konulur Darabxan avtomobillerden içine taht durmuş, armış o uzanmışmış, tahaf uyandan gelir. Dedim ama bu tahaf mazundur. Gelir görməkliğe xanışı soğat getirirler şəqiylə. Bəd xan mülasından el xanı xəbər alır ki, Darabxan xəbər alır, tahaf geberi görüm nə izləyinə mənə varınır. Mazun bu şiiri ki, bir şahkarlarındandır da, onunla bu şiiri Fil-Bədihe demir. Fəlan vardır da kitablarda. Mərhum Şəhbaz kitabında vardır. Mənim Xuluq Süleymanın da vardır. Şiirləri cəvadı. Diğer inni daha biləyin olmuşdur ki, biz Munşehir Şahına oxumayı tanımıyorduk. Diğer kim insan? Türkü danışır. Aslında şiiri ki demiş çok güzeldir. 7 ildir Dukuhak'da kalmışam. Qorxuram ki, tanımaya ilməni. Rəngi zəif tacik sifət olmuşam. Çaxardaydı bir tərəfə silməni. Sohbətlər yoldaşlar bilsə halımı. Qırx ərşindən qurşağımı şalımı. Yustu quyruğumu, qırxdı yalımı. Telli cavanıdım eddi hulmanı. Bir müddətdir el soğuşmuş yüzümdən. Qocalmışam, zəhv olunmuş dizimdən. Gilayligim o Şirazlı qızından. Bikir cavanıdım eddi dulmanı. Və neçə raşir dəkələr huzur üzrəni yoxum bulan şey deyən, mən təxəllüsünə deyir, məzun deyər nə danışam, nə güləm. Çərxin sitəminə nə çarağıləm. Sazı sinmiş, zanasız bulbulam. Qəbul etməz heç gülürdə qulmanı. Mən məzunam, səni şanım oxunam, söylədilir. Gidin ya, vəsailini yüklen götürün gelin. Yerdə onunla götürür, vəsailini gelir, yine gelir qoşulur ilə. 7 il ildən bu cavab tərifi ulanmış. Çok memnun.